Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra siz hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Deməli, məzhəblər, təriqətlər və onların başçıları barəsində, liderləri barəsində olan, bidət dəvətçiləri barəsində olan videolarımıza davam edirik. Əksər vaxtı, dəyərli dinləyicilər, görürsən ki, hansısa bir zəlalət firqəsindən və yaxud da onların başçılarından, liderlərindən danışanda, dəvətçilərindən danışanda sual yönəldirlər ki, bəs hardan bilirsən ki, bu insan həqiqətən də xavaricdir, təkfirçidir? Və yaxud da qardaşlar soruşurlar ki, hansı əlamətlərlə bilmək olar ki, bu insan həqiqətən də sələfin mənhəcində, sələfin yolunda deyil, etiqadında deyil. Hardan bilmək olar ki, bu əşaridir, bu mətrudidir? Və yaxud da bu həqiqətən də bu təkfirçi və xavariclərdəndir. Dəyərli dinləyicilər, əlhamdülillah ki, bu barədə həm mənim, həmçinin digər qardaşlarımızın dərsləri çoxdur. Əlhamdülillah, qardaşların dərslərindən faydalanın. Qardaşlar, Allah həmd olsun ki, bu zəlalət firqələri və həmçinin onların dəvətçiləri barəsində dərslər çox keçirlər. Əlamətləri barəsində də danışırlar. Yəni, bu ayırd etməyi, yəni çox rahatdır. Bilən üçün çox rahatdır bunu. Çünki sən sələfin etiqadını bildiyin zaman, əhl-i sünnətin etiqadını bildiyin zaman, sələfin mənhəcini öyrənəndən sonra sənin üçün bu dəvətçiləri, zəlalət firqələrini ayırd etmək və onları fərqləndirmək, tutmaq ki, bu həqiqətən də bu hansı firqədəndir, hansı məzhəbdəndir, bu sənin üçün çox rahat olacaq. Ona görə də biz həmişə tövsiyə edirik ki, qardaşlara ki, oxuyun, öyrənin. Ən azından əgər vaxtınız yoxdursa, heç olmasa qardaşların dərslərini dinləyin, özünüz üçün qeydlər aparın. Yəni, qardaşlar əbəs yerə səhərdən axşama kimi çıxıb demirlər ki, filan kəs xavaricdir, filan kəs təkfirçidir, uzaq durun ondan. Qardaş, biz bunları deməkdə məqsədimiz özümüz üçün hansısa bir xeyri güdmürük. İnsanların, onların o zəlalət yollarına düşməmələri üçün. Bu şəkildə gördüyünüz Seyyid Qutubdur, aşağıdakı da Məl-Mavdudidir. Biri Misirdə doğulub, ikincisi isə Pakistanlıdır. Və bu insanların kitablarının səbəbi ilə nə qədər insanlar türmələrdə çürüyüb ölüb, nə qədər insanlar edam olunublar, nə qədər üsyanlar, nə qədər qanlar tökülüb. Yəni, bu insanların səbəbi və bu insanların kitablarının tərcümə olunmalarına görə, paylaşılmalarına görə. Ona görə də bu məsələlər mühümdür ki, dəyərli dinləyicilər, hər biriniz bunlar haqqında oxuyasınız, öyrənəsiniz. Və bir daha sən sual verməyəsən ki, mən hardan bilim ki, Abu Hanzala xavaricdir, yoxsa yox. Qardaş, Abu Hanzala barəsində danışmayan adam yoxdur. İnsan açıq aydın öz dili ilə deyir, etiraf edir ki, mən sələfi deyiləm. Görürsən ki, yenə də insanlar gedib qulaq asırlar. Yenə də onları dinləyənlər var. Bax, bu videonu çəkim. Neçə dənə videomuz var kanalda. Kim istəyər girib qulaq asa bilər. Bu videonu çəkməkdə də məqsədimiz odur ki, baxın görün bu insan, Abu Hanzala, Halis Bayancuq, Türkiyədə olan bu dəvətçi, təkfirçi, xavaric dəvətçisi, baxın görün hansı kitabları oxumağa insanlara tövsiyə edir. Yəni, qardaş, hardan bilirsən ki, həqiqətən də bu insan sələfin mənhəcidir, əhl-i sünnə vəl cəmaatdır. Qardaş, onun keçdiyi dərslərdən, onun tövsiyə bildiyi kitablardan, məsləhət bildiyi alimlərdən. Qardaş, sən əgər məndən soruşursansa, mən sənə deyəcəm ki, qardaş, filan alimlərə qulaq as, filan kitabları oxu, filan kəsərə qulaq asma. Əgər mən Kamal olaraq gedib hansısa bir zəlalət dəvətçisini məsləhət görürəmsə qulaq asmağa, onun kitablarını oxumağa, deməli, məndə nəsə problem var da. Deməli, məndə nəsə problem var ki, mən onun kitablarını məsləhət görürəm, qardaş. Ona görə də, qardaşlarım, bu məsələləri öyrənin. Araşdırın, özünüz üçün qeydlər aparın. Bunlar hamısı sizin xeyrinizdədir. Ki, sonradan gedib o
firqələrin, o batil məzhəblərin yoluna düşməyəsiniz. Nə qədər insanlar oldu görürsən, aldandılar, çıxdılar, getdilər Suriyaya, həlak oldular, getdilər hamısı. Hamısı boş-boş cahilliyin üzbatından. Belə insanlara qulaq asmağın üzbatından qardaşlar. Baxın, dinləyin, baxın, görün hansı kitabları məsləhət görür oxumağa və sonra mən o kitablar barəsində və o kitabların barəsində, o alimlər barəsində, onların yazdıqları kitablar barəsində alimlər nə deyib, onlardan danışacağım qardaşlar. Yəni insan açıq aydın dili ilə deyir də. Tefsir olarak neyi bize tavsiye edersiniz? Peki. Tamam hocam. Tefsir Arapça okuyor musunuz yoksa Türkçe mi okuyorsunuz? Yok, ben Türkçesini okuyayım. Yani Türkçesini evde var bende tefsirler. Tamam. Yani genel olarak onları... Tamam. Ben size birkaç tane tefsir söylerim. Böyle küçükten... Məndən soruşurlar ki, Kamal qardaş, hansı təfsirləri məsləhət görürsünüz? Mən deyirəm ki, qardaş, İbn Kəsir rahimehullahın təfsirini, Təbərinin təfsirini, Qurtubinin təfsirini, hamısı əhl-i-sünnə imamlarıdır. Elhamdülillah. Və bütün dünya qəbul edir bunların təfsirini. İndi baxın görün bu hansı təfsirləri məsləhət görəcək, qardaş? Büyüye doğru faydalanabileceğiniz tefsir olarak size birinci olarak şey önerebilirim. Tefsir-ü Sa'di diye bir tefsir var. Tercüme edildi. Guraba Yayınları tercüme etti. Tefsir-ü Sa'di. Suudi Arabistanlı bir alimin tefsiri bu. Çok kolay, çok anlaşılır. Ayetlere öz mana veren bir tefsir. Bu Şeyx Abdurrahman Əs-Sədi rahimehullahın təfsirini deyir oxumağa məsləhət görən. Şeyx Abdurrahman Sədi müasir dövrdə yaşamış, dünyasını dəyişmiş, 69 yaşında, 1376-cı ildə hicrətin dünyasını dəyişib. Saudiyədə dünyaya gələn şeyxlərdəndir. Allah rəhmət eləsin, şeyxin həqiqətən təfsiri, yəni qısadır, lakanikdir, lakin gözəl şəkildə ilk, yəni İslamı öyrənməyə çalışanlar üçün məsləhət görülən bir təfsir kitabıdır. Şeyx Abdurrahman Əs-Sədinin Quran-ı Kərimin təfsiri. 2 dənə böyük şeyx tələbəsi var şeyxin. Şeyx Abdurrahman Əs-Sədinin 2 böyük tələbəsi var ki, hansı ki, bu günləri bütün dünyada olan müsəlmanlar o 2 dənə tələbə, şeyxin 2 tələbəsini dinləyirlər. Biri Şeyx Hüseymindir, biri də İbn Baz, rahiməhullah. Dinləyə də sonra görə nə deyir? Tefsir-ü Sa'di. İkinci tavsiye edeceğim tefsir, bunun biraz daha genişletilmiş hali, Mevdudi'nin Tefhimul Kur'an tefsiri var. Deməli, Mevdudi'nin, bax bu gördüyünüz aşağıda açıqda olan, ağsaqqalda olan kişidir, Pakistanlıdır. Tefhimul Kur'an'ın, yəni Mevdudi'nin Tefhimul Kur'an adlı kitabının təfsirini məsləhət görür. Qardaşlarım, bir dənə qulaq asaq, qoy Seyyid Qutubu da gətirəcək misal, ikisindən sonra başlayalım danışmağa. Var mıdır sizde bu tefsir? Yok hocam, bende Fizilal var. Tamam. Hafdini Kur'an dili var. Evet. Üçüncü. Evet. Yani Fizilali de 3. sırada söyleyeceğim. Yani Tefhimul Kur'an'ı da alabilirsiniz. Üçüncüsü Fizilali Kur'an'ı öneririm size. Fizilali Kur'an zaten varmış, Allah'a hamdolsun size. Dördüncüsü bir tane Fizilal Quran, yəni Quranın kölgəsində belə bu cürə tərcümə olunur adlı kitab. Yuxarıda gördüyünüz, şəkildə gördüyünüz Seyyid Qutubun kitabıdır. O kitab demək olar ki, bütün dillərə tərcümə. Türkiyədə demək olar ki, elə bir məscid yoxdur ki, mən özüm gedəndə də Türkiyədə görmüşəm məscidlərdə, mədrəsələrdə o kitab var, təfsir kitabı, tərcümə olunur. Bu insan həmin o 2 dənə kitabla nə edir? Məsləhət görür. Qardaş, indi sən bir sələfi olaraq, əhl-i-sünnə vəl-cəma olaraq sən neynəməlisən, qardaşım? Sən bax buna qulaq asırsan da, deyirsən ki, mən Abu Hanzalıya qulaq asıram. Niyə Abu Hanzalıya xavaric deyirsən? Bu insan 2 dənə elə bir kitabı məsləhət görür ki, qardaşlarım, o 2 dənə kitabın müəllifləri Əl-Mavdudi və həmçində Seyyid Qutub, ikisi də etiqadda əşari və mətrudidirlər. İkisi də etiqadda əşari və mətrudidirlər. Hardan bilirsən bunu? Açırsan həmin təfsir kitabı, ərş ilə bağlı olan ayətlərə baxırsan, Allah Subhanahu taala buyurur: "Ər-Rahmanu aləl-ərşi istava." Rahman ərşə istiva etdi. O deyir ki, xeyr, burada istiva deyil, hökmü altına almaqdır, Allahın hakimiyyətindən, hökmranlığından gedir söhbət. Bu onun etiqadıdır. Seyyid Qutub, Əl-Mavdudidən birinci başlayaq, dəyərli dinləyicilər. Deməli, Mavdudi deməli Pakistanlı dünyaya gəlib, üzr istəyirəm, 1903-cü ildə Pakistanda dünyaya gəlib, 79-cu ildə isə dünyasını dəyişib. Bunların heç biri yəni ilahiyyatçı olmayıblar, belə deyək, izah etmək üçün, yəni dindar olmayıblar. Biri jurnalist olub,
həmin bu Mavdudi və kitabı da həmçinin bu səmtdə, bu yöndən yazılıb. Çünki şeyxlərə, böyük şeyxlərə onların bu kitabları, yəni Təfhim Əl-Quran, həmçinin Ziləl-Quran kitabı məsləhət görüləndə ki, yəni bu kitabları oxumaq olar yoxsa yox. Məsəl üçün Şeyx Albani olsun, Şeyx Hüseynin olsun, digər əhl-sünnə imamlarının olsun, ərz olunanda ki, bu kitabları oxumaq olar yoxsa yox. Onlar deyirlər ki, bu kitab nə Allahın ayətləri üzərindən, nə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisləri üzərindən təfsir olunmuyor. Yəni bunlar necə ki İbn Kəsirin Təfsir-ül-Quran, Qurtubinin Təfsir-ül-Quran, həmçinin də digər şeyxlərin, imamların Quran təfsiri kimi təfsir olunmuyor. Onların bu təfsiri öz ağıllarının məhsulu və həmçinin siyasi tərəfdən, həmişə alimlər deyirlər ki, bu kitablar, Mavdudinin, Seyyid Qutumun bu kitabları siyasi yön tərəfdən nə edilir? Təfsir edilir. Və heç bir ayətlərdə görməzsən ki, hansısa bir hədisdən istifadə olsun, Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərindən və yaxud da sahabələrin, tabilərin sözlərindən istifadə olsun. Öz ağıllarının məhsulu, dəyərli dinləyicilər. Deməli, Mavdudi Təfhim Əl-Quran kitabını 30 il ərzində yazır və 6 cildli bir kitabdır. 6 cildli bir kitabdır. İlk olaraq, dəyərli dinləyicilər, hakimiyyə tövhidini ortaya atan şəxs olub, Əl-Mavdudi olub. Deməli, 1903-cü ildə dünyaya gəlib. Seyyid Qutub isə dünyaya gəlib 1906-cı ildə. Demək olar ki, ikisi də həm yaşda olub. 1966-da o dünyasını dəyişir. 10 il türbəndə yatır Seyyid Qutub, Misirin türməsində, sonra isə edam olunur. 1979-cu ildə Mavdudi dünyasını dəyişir. Seyyid Qutub da həmin o hakimiyyə məsələlərini hamısını şeydən götürüb, Mavdudidən götürüb deyirlər. Mavdudi, deməli, hakimiyyə mövzusunu ilk ortaya atan və tövhidin, bildiyimiz tövhid, rububiyyə, uluhiyyə, əsma və sifət, 4-cü qismini ortaya gətirən, əl-hakimiyyə tövhidini ortaya gətirən şəxs birinci olub. Seyyid Qutub da sonra ondan götürüb həmin o məsələni. Və həmçinin də öz təfsirində, həmçinin digər kitablarında Əl-Mavdudi peyğəmbərləri bir çox məsələlərdə ittiham edib. Səhv olduqlarına görə ittiham edib. Necə ki, bu barədə də Seyyid Qutub öz kitablarında danışanda bir çox peyğəmbərləri ittiham edib. Məsəl üçün, onlardan biri də Musa əleyhissalam. Musa əleyhissalam olub, dəyərli dinləyicilər. Deyir ki, Musa əleyhissalam nevroz xəstəsi olub. Təsəvvür edin, peyğəmbərə bu cürə kəlmə işlədir. Peyğəmbərlərə qarşı bu cürə ədəbsiz sözlər işlədir. Deyir ki, nevroz xəstəsi olub. Niyə görə? Çünki adam vurub öldürüb. Sonradan Allah Subhanahu taala deyir, əsasını yarat, o da əsasını yarat, əsas ilana döyəndə nevroz olduğuna görə deyir, çönür, qaçır. Yəni bu cür nə ədəbsiz sözlərlə öz ağlının məhsulu olaraq kitabı nə edir? Ziləl-Quran kitabını təfsir edir. Hətta dəyərli dinləyicilər. Şeyx Albani rahimehullah deyir ki, onun İxlas surəsinin təfsirinə baxdım. İxlas surəsinin təfsiri Vəhdətül Vücud etiqadına ortaya qoyan bir təfsir idi. Təsəvvür edirsiniz? Vəhdətül Vücud, yəni Allah hər bir kəsin içindədir olan bu etiqadı ortaya qoyan bir təfsirlə İxlas surəsini təfsir edir. Və bu günləri Abu Hanzalana qulaq asan və onu dinləyənlər də Abu Hanzala məsləhət görür ki, bu Seyyid Qutubun, Əşarinin, Məturudinin kitabını gedin oxuyun. Yəni qardaşlarım, mən sabahları çıxsam sizə desəm ki, gedin falan Əşarinin kitabını oxuyun, Məturudinin qeyb kitabını oxuyun. Gedib oxuyarsınız qardaş. Demək Usta Kamal, sənə nə oldu birdən-birə? Deyirsən, Allah qorusun, yolundan çıxmısan. Yəni bu necə əhl-i-sünnə, bu necə sələfidir ki, bu Əşari, Məturudi olanların kitabları nə edir? İnsanlara məsləhət verir. Allahu Akbar. Dinləyək. Sonra görək, alimlər nə deyirlər bu Seyyid Qutub barəsində. Həmçinin də Əl-Mavdudi. La ilahə illallah kəlməsi Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına etiqad etməkdir. Onlar deyirdilər ki, Seyyid Qutub olsun və yaxud da Mavdudi olsun, deyirdilər ki, Allahdan başqa hakim yoxdur. Onların təfsirlərinə bax. Ona görə alimlər deyirlər ki, onların təfsirləri siyasi tərəfdən təfsir olunur və bu səbəb olub ki, nə qədər canlıların türmələrdə yatmalarına boş-boşuna, nə qədər qanların, müsəlmanlar, üsyanların və s. olmasına nədir? Səbəb olub. Səbəb olub bunlar, qardaşlarım. Ona görə də Səfər Havali, ixvan olan Səfər Havali, Şeyx Albani rahimehullah ircalıqda, murciəlikdə ittiham edəndə öz kitabında
Zahiratul İrca adlı kitabında bütünlüklə Seyyid Qutubu tərif edir. Niyə görə? Çünki Şeyx Albani rahimehullah Seyyid Qutubdan çəkindirirdi, onun kitablarından çəkindirir, deyirdi ki, o professor olub. Yəni məktəb müəllimi, direkt müəllimi olub, riyaziyyat müəllimi olub səhv etməmsə. O bursuz jurnalist olub. Çəkinin. Ona görə də Səfər Havali başlayır həmin o kitabda Seyyid Qutubu tərif edir və ona görə alimlər deyirlər ki, o kitabın yarısı Seyyid Qutubu tərifdir, yarısı isə Şeyx Albani rahimehullahı ircalıqda nə etməkdir? İttiham etməkdir. Bundan başqa dəyərli dinləyicilər. Deməli Seyyid Qutub Muaviyə, həmçində Amr ibn As radiyallahu anhunu və həmçində Muaviyə radiyallahu anhunu yalanda onları ittiham edir, ikiyüzlülükdə ittiham edir və həmçində xəyanətdə ittiham edir. Kimə qarşı? Həzrət Əliyə qarşı ittiham edir onları. Əbu Sufyan üçün isə deyir ki, onun İslamı qorxu altında qəbul edilmiş İslamdır. Qorxu altında, qorxusuna görə İslamı qəbul etmişdi Əbu Sufyan. Yəni həqiqi olaraq İslamı qəbul etməmiş. Seyyid Qutub bu səhabələr barəsində görün nələrdir. Ona görə də hətta bu sözləri İbn Baz rahimehullahı oxuyanda İbn Baz dedi ki, bu necə çirkin, mundar bir kəlmələrdir sahabələr barəsində. Və İbn Baz rahimehullah soruşur ki, bu sözlər harda gedir? Deyir ki, onun kitabındadır. Deyir, yox. Deyirlər ki, bu jurnallarda çap olunur. Yəni Misirdə jurnallarda çap olunur. Və İbn Baz rahimehullah pisləyir bu əməli və həmçinin də Şeyx Peyğəmbər sallallahu aleyhi və səlləm buyurar, kimdir mənim sahabələrimi söyərsə, ona Allahın, mələklərin və bütün insanların lənəti çatar. İmam Əhməd rahimehullah deyərdi ki, əgər sən görsən ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri barəsində pis danışırsa, onun bir İslamından nə etkinə? Onun İslamında da şübhə etkinə. Yəni görsən ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri barəsində pis danışır, onun deyir, nəyində? İslamında da şübhə et. Həmçinin Seyyid Qutub Osman radiyallahu anh barəsində pis danışır, dəyərli dinləyicilər. Osman radiyallahu anh'u hakimiyyətpərəst, malpərəst, mal düşkünü kimi onu qələmə verib. Və deyir ki, qocalmışdı, idarəçilik eləyə bilmirdi o. Və qoca vaxtında gəlmişdi hakimiyyətə, bilmirdi nə etsin. Hətta onu devrənləri, onu öldürənləri isə daha doğru sayır öz kitablarında. Seyyid Qutub bunlara deyir. Ona görə dəyərli dinləyicilər, yəni bu cür insanları məsləhət bilən və onların kitablarını oxumağı məsləhət bilən bir insan, yəni sələfi, əhlüsünnə ola bilər, belə insanı dinləmək olar, dəyərli dinləyicilər. Elhamdülillah. Təfsirlər var, kitablar var, qardaşlar məsləhət bildikləri kitablar var, qardaşlarımızın kitabları var, dərslər var. Bunları deyin, dinləsəniz, oxusanız daha yaxşı, daha kifayətdir. Ona görə də qardaşlarım, yəni ki, əbəs yerə deyil ki, bu günləri dünyada olan təkfirçilərin, xavaricilərin ən sevdikləri kitab Seyyid Qutubun Zilal-Quran kitabıdır, həmçinin Mavdudinin Təfhim Əl-Quran kitabıdır. Niyə görə onu məsləhət bilir? Çünki təkfirçi xavaricilər və o kitablar da onların mənhəcinə uyğun yazılıb. Ona görə mənhəclərinə uyğun yazılıb. Ona görə onu məsləhət verirlər. Yəni burada professor, hansısa bir bakalavr, elmi dərəcəyə malik olmağa ehtiyac yoxdur, qardaşlar. Ehtiyac yoxdur ki, soruşasan ki, bu hardan bilir ki, bu xavarı deyir? Açıq aydın deyir. Gedin hansı kitablar oxuyur. Sələfə görə belə kitabları məsləhət bilər, qardaşlar. Əbədən. Allah Subhanahu taala bizi eşidib faydalanlardan etsin. Allah'a emanet olun. Esselamu aleyküm və rahmetullahi və bərəkatuhu.